Salam əziz abituriyentlər, konferenslərdə davam edirik. Yesterday Jane Hartley. Hartley yadımda saxlayıram ki, Noya bərabərdir. Yəni bu adam dünən yeməyibdir heç nə. She ate, it means bu o deməkdir ki, deyir. She ate, too much, çox yeyib olmaz. Enough kifayət qədər yeyib olmaz. A lot çox yeyib olmaz və ya much çox yeyib olmaz. Doğru variant Y variantıdır. Çünki Hartley bərabərdir Noya. Bu o deməkdir ki, o az yeyibdir. Yenə həmin şeydir. Hardly earns anything deyir ki, qazana bilmir, qazanmaqda əziyyət çəkir. Bu deməkdir ki, çox qazana bilirmi və ya dərhal maçı sildim. Enough kifayət qədər qazanarmı və ya çox qazanarmı? Təbii ki, olacaqdır C variantı. A few slices olardı, sildim. A lot of sex olardı, çünki sex sayılır, cəmlənməlidir. A little slice of cake balaca mənasında. A little gələcəkdir, amma ondan sonra tək gəlməli, yaddan saxla. A little sack ola bilmə. A little sack of coal, bəli, doğrudur. Bir balaca, bir kisə, yenə balaca mənasındadır. Enough sex isə kifayət qədər mənasını ifadə edir, özündən sonra cəm verib də doğrudur. Demək, doğru variantımız hansılar oldu? 3, 4, 5, Y variantı. A few pieces olardı, çünki a few'dan sonra dərhal gələn isim mənim üçün maraqlıdır cəm. A little piece, balaca bir parça. İlkini götürəcəm, çünki balaca bir parça mənasındadır. A lot of sex olardı. Sex sayılırsa, a lot of'dan sonra sayılan cəm, sayılmayan tək gəlir. Sex sayılır, ona görə cəm verməliyim. A little sack of it. Balaca bir kisə mənasındadır, götürdüm. Enough sex isə 5-də doğru götürdüm və doğru variant 2, 4, 5. 2, 4, 5. 59'a gedirəm, fortunately gördümsə, bir-iki tərcüməyə getməsə. There have been many changes in the patient conditions və a few changes. A-lotdan sonra ümumiyyətlə isim gəlməz, so muchdan sonra isə sayılmayan tək gələcəkdir və dərhal onu silirəm. Luckily, xoşbəxtlikdən the offered speech had nöqtələrdən sonra positive effects görmüşəm. O deyir ki, yaxşı ki, müəllifin nitqində pozitiv effektlər var. Deməli, pozitiv effekt deyərsən və a few positive effects deyərsən, ümumiyyətlə, a-lotdan sonra isim gəlməz, dərhal silərsən. So little isə sayılmayan tək olacaqdır, ona görə silərsən. You can be offered, kinds gəl nöqtələrdən sonra, so many kinds deyərsən, only a few kinds deyərsən, too many kinds deyərsən. So little kinds deyə bilməzsən əlbəttə ki. Və too much da deyə bilmərik. Çünki burada kindsdən söhbət gedir, middən söhbət getmir, bax, növündən söhbət gedir. O səbəbdən də 1, 3, 5 doğru variant Y variantına gedərsən. You can be offered, yenə həmin testdir. Bunu özün işlə. Gedirəm növbətiyə. Much glass. Muchdan sonra sayılmayan tək gəlməlidir, sildim. Many beer barrels isə 2-ni götürəcəm. Burada beerdən söhbət getmir, barrelsdan söhbət gedir, cəmdədir. A few gold rings, bəli, a few'dan sonra cəm gəlir. Yəni golduna maraqlanmıram, mənim üçün rings maraqlıdır. 3-ü götürdüm. A little chicken soup, a little, az sayılmayan. Təkrar istifadə olunur, 4-ü götürdüm və several, salad olmazsa da sayılmır. Several'dan da sonra hər zaman cəm gəlməlidir. O səbəbdən sildim. Doğru variant 2, 3 və 4. Only a little nations ola bilməz. Çünki nations cəmdədir, dərhal silməli. Yəni, a little'dan sonra sayılmayan tək gəlməlidir. Only a lot ola bilməz, a lotdan sonra isim gələ bilməz. Ondan sonra mütləq E gəlməlidir, sildim. A few nations variantı doğrudur və balaca millətlər demirəm. Bill never gives, never gəlibdir və advice-dən söhbət gedir. Much else ifadəsi mövcud deyil. Else advice deyə bilməzsən. Much advice Y variantı doğrudur. Few'dan sonra cəm gələcəkdir, many'dən sonra cəm gələcəkdir. Else-nin istifadə qaydası. Sual əvəzliyi və törəmələr. Ona görə dərhal else silərsən. Davam edirəm, salt gəlibdir və bu təkdə sayılmayandır. Biraz salt deyərsən, sayılmayanın işlənir. Many'dən sonra cəm gələr, sildin. Only a little'dan sonra sayılmayan tək gələcəkdir. 5-i götürdüm. Very few cəm gələcəkdir. Some more salt deyə bilərəm. More'dan sonra sayılan cəm və sayılmayan tək. (67-yə baxıram. Snowfall, the forecast predicted snowfall, qar yağmasının mənasını ifadə edir və belə ki, sayılmayan təkdədir. O səbəbdən də many'ni sildim, few'nu sildim və forecast predicted snowfall that schools were delayed in the state.
predicted so little snowfall, so much. The forecasters predicted so much snowfall that schools were delayed. Burada deyir ki, o qədər çox qar yağıntısını proqnozlaşdırdılar ki, məktəblər həmin situasiyada bağlandı. Were delayed, yubadıldı. Bax bu mənada. Doğru variant D variantına gedəcəkdi. Tərcümə verməz. Men'dən, few'dan da sonra cəm gələcəkdi. Gedirəm, diqqətli oxumaq lazımdır sadəcə olaraq. The snowstorm caused difficulties gəlibdir və cəmdədir. Cəmdədirsə mən little sildim, much'ı sildim, a little sildim. So few men arası qalıram. Storm caused so few difficulties that the flight was cancelled. Uçuş təxirə salınıbsa az olmaz, çox olar. Ona görə C variantını götürdün. A lot of juice götürərsən biri, a lot of isə gəl sayılmayan tək. Much'dan sonra bottles gəlməz. Juice gələr sadəcə. A little juice 3'ü götürərəm, sayılmayan təkdir. Much more juice isə 5'i götürərəm, sayılmayan təkdir. 1, 3, 5 doğru ifadə. Passengers veribdi və the bus was quiet big ola bilməz. Yəni sakit böyük ola bilməz. Bu quietdir. Quite big, olduqca deyirəm ki, böyük idi. And all the passengers could get in. Və bütün sərnişinlər girə bildi. Saçdan sonra isim gəlməlidir, sildim. Big enough olardı, enough big olmaz, sildim. Saçə bigdən sonra isim gələrdi, sildim. Doğru variantına, A variantına gedəcəkdi. The audience was quiet, sakit demək. Quiet, sakit, excited deyə bilməsən, amma quiet excited deyərəm. Saç, yəni excited'in arxasında mütləq isim gəlməlidir. İsim olmasa saçın ardıcılığı mümkün deyildir. Excited'in sifətlə işləməsi qaydası excited enough olmalıdır. Yəni ona görə B variantı səhvdir. Such an excited və ya such excited mütləq isim gəlməlidir. Bax, isim yoxdursa saçın ardıcılığında bil ki, səhv olacaq. O səbəbdən doğru variant D variantıdır. Davam edirəm. A little bitter chocolate biri götürəcəm. A little'dan sonra sayılmayan gəlibdir. Many blankets götürərəm. Fulldan söhbət getmir. Many cəm. A few skirts doğrudur. A few'dan sonra cəm veribdir. Cotton sadəcə olaraq və ya wool sadəcə olaraq burada təyin edici funksiyasındadır. Much'dan sonra rings gələ bilməz. Dərhal sildim və several'dan da sonra soap gələ bilməz. Dərhal sildim. Several'dan sonra mütləq cəm isim gəlməlidir. Much'dan da sonra sayılmayan tək gələcəkdir. Məqazin jurnallar cəmdədir. Mordan sonra sayılan cəm sayılmayan tək. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Bax, yazıram bura. İsim gəlməz. Elotdan sonra. Elotuna elotofu fərqləndir. Some other məqazins olar. Some other üstə gəl cəm. Tam doğru. Much'dan sonra cəm gələ bilməz. Ən azından sonra tək sayılan gələr. Belə örgən qaydanı və doğru variantımız 1, 3. Gedirəm, poems və xəbərimdə cəmdədir. Most of these poems 1'i götürdüm. Both poems were 2'ni götürdüm. All'dan sonra E gələr, sildim. Every'dən sonra tək isim gələr, sildim. All these poems isə 5'i də götürərəm. 1, 2, 5 doğru ifadə olacaqdır. Gedirəm, work gəlib, sayılmayandır. Many work olmaz, sildim. Few work olmaz, sildim. 2 ilə 3'ü doğru götürəcəm. Many'dən few'dan sonra cəm isim gələcəkdir. Yaddan çıxartma. Facts gəlibdir, cəmdədir. Much'ı sildim, gəlməz cəm və elotdan da sonra isim gəlməz. 1, 2 doğru variant olacaqdır. Yenə həmin tiplidir. 77, 78 də həmin 78'ə yaxşı baxaq. Mistakes cəmdədir. Elotdan sonra isim gəlməz. Much'dan sonra tək sayılmayan gələr. A little tək sayılmayan, little tək sayılmayan doğru variant dedim. Make many mistakes deyə bilərəm. Interesting games veribdir. Həmin tipli test idi, özünü et. A few leather balls. Biri götürəcəm, çünki ballsdan söhbət gedir, leatherdən yox. Few leather balls olardı, few'dan da sonra cəm gələcəkdir. Həm a few, həm few'dan sonra mütləq cəm isim gəlməlidir. Cəm isim. Sadəcə tərcümələri fərqlidir. A few birazdır, yəni biraz var mənasındadır, pozisifə gedibdir. Few isə lap azdır, yəni yoxa bərabərə gedibdir. 87 eynidir. Workers'a baxıram. Workers cəmdədir. Much'dan sonra sayılmayan tək, little'dan sonra sayılmayan tək 3 ilə 4 doğru variant olacaqdır. Yenə həmin tiplidir. I've got friends görmüşəm, cəmdədir. Much'dan sonra sayılmayan tək, sayılmayan tək, elotdan sonra isim gəlməz. Little'dan sonra sayılmayan tək olacaq. C variantı doğruya gedəcəkdir. Həmin tiplidir. Həmin tiplidir və həmin tiplidir. Aren't. İnkar görmüşəm və
Fruit trees cəmdədir. Much sildim. Little'ı sildim. A lot-dan sonra isim gəlməz sildim. Many fruit trees deyərsən, a little-dan da sonra sayılmayan tək gələcəkdir. Balaca mənasında gələr, lakin diqqətli olmalı. Görsən orada balaca mənasını ifadə edirmə. Very few ifadəsi mövcuddur. Cəm verib doğrudur. Very many, very much, very few, very little. Verydən sonra ümumiyyətlə isim gəlmir. İsim gəlmir. Amma very few, very many, very little və yaxud da ki, very much ifadələri görsən, bu zaman mümkündür əlbəttə ki. Patience səbir deməkdir, sayılmır, 2-ni götürdüm. Verdən sonra article gəlməz, verdən sonra article gəlməz. Məhz 1-2 doğru ifadə olacaqdır. Eyni testlərdir bunlar, eyni testlərdə gedirəm 93-ə. My first day at work was not very good. İlk günü yaxşı olmayıbdır. I've made mistakes cəmdədir. Little təkdir. A lot of doğru götürə bilərəm. Çünki a lot of-dan sonra sayılan cəm gəlir. Much sayılmayan tək dərhal sildim. Few sənə tərcümə verməz, very few tərcümə verməz. İlk günü yaxşı olmayıbdır, çoxu səhvlərə yol verir. O şəkildə tərcümə eləməliydim. Tərcümə önəmli idi. 94-ə gedirəm. Publishing houses work with young writers. It's great. Houses cəmdədir və deyir ki, bu möhtəşəm bir haldır. Muchdan sonra sayılmayan təkdir, little'dan sonra sayılmayan təkdir. Few və very few sən tərcümə verməz. A variantını götürərəm. Deyir ki, çox publish, yəni çap evləri, cavan yazıçılar da işləyir və bu möhtəşəmdir. Milkdən söhbət gedir. Milk təkdə sayıla bilməyəndir. Ona görə də arxada da, altda da mən yenə milki nəzərə alıb götürməliyəm. Few'dan sonra cəm gələr, a lot-dan sonra isim gəlməz. Few'dan sonra cəm gələr və did you buy much milk? No, just a little. Deyir, çoxmu süd aldı? Yox, deyir, sadəcə biraz. Tərcüməyə geçsəm artıq C variantı tərcümə vermir. No-dan sonra just much deyə bilməzsə, ümumiyyətlə justdan sonra e gələcəkdir, yadda saxla. Only kimidir. 96 eyni testi, 97-yə gedirəm. Guesswork. İsim cəm xəbər cəmdədir. A lot-dan sonra isim gəlməz. Muchdan sonra isim təkdə sayıla bilməyən gələcəkdir. A lot of guests were invited to the party, but few came. Doğru variantı C variantıdır. Deyir ki, çox adam dəvət olmuş, amma az adam gəldi. Burada people-dan söhbət gedir, guest-dən söhbət gedir. O səbəbdən də few verəcəm. A little verib nə adı ilə verə bilərəm ki, mümkün deyil. Bu da but olan cümlədə batdan ya əvvəl inkar, ya da ki, sonra inkar gəlməlidir. İnkar söz və ya inkar hissəciyi və s. nəzərdə tuta bilərik. There is very görmüşəm. Verydən sonra article gəlməz, sildim. Tam görmüşəm, sayılmır. Few'dan sonra cəm, many'dən sonra cəm. A lot-dan sonra ümumiyyətlə isim gəlməz. D variantım doğru olacaqdır. Fönişə sözü biz bilirik ki, sayılmır. Sayılmadığı üçün many fönişə olmaz, sildim. Many pieces olardı, sildim. Few pieces olardı, sildim. A few pieces D variantı doğrudur. A lot of fönişər olardı ki, Y variantı doğru olsun. I'm so pleased that I have arguments. Arguments mübahisələr deməkdir. Deyir, o qədər məmnunam ki, I've got few arguments. Az mübahisələrim olur ailəmlə. Ümumiyyətlə, a little az mənasında istifadə olma sözündən sonra cəm gəlməz. Little da o səbəbdən enough, many və few arasında qalsın. Təbii ki, tərcüməyə geçsən deyəcəksən ki, xoşbəxtəm ki, ailəmdə az mübahisələr olur. Eating sugar gəlibdir, təkdə sayılmayandır və eating few sugar deyə bilmərəm, cəm gələcək. Many'dən sonra cəm gəlməlidir və a lot-dan sonra ümumiyyətlə isim gələ bilməz. Too much sugar təbii ki is bad for your health. Çoxlu yemək pisdir. Əlbəttə ki, az yemək necə deyərəm pis olar ki. Ideas gəlib cəmdədir və cəmdədirsə onların dərhasıyla article zaten yoxdur. Being a few new ideas to the project və C variantını dərhal gördüm. Maçda sayılmayan təkdir, little'da sayılmayan təkdir. A lot-dan sonra isə ümumiyyətlə isim gələ bilməz. Həmin tipli testlərdir. Many candidates came, but mütləq few hiss olunur. Few were experienced. Çoxlu namizədlər gəldi, lakin azı təcrübəli idi. Lot-dan sonra isim gələ bilməz. Muchdan sonra cəm gələ bilməz. A little-dan sonra yəni were gələ bilməz. Ən azından başa düşürəm ki, namizədlərdən söhbət gedir. Və few də sən düzgün tərcümə verməz. Çünki but var. Butdan ya əvvəl ya sonra inkar gəlməli. C variantı doğru olacaqdır, üzr istəyirəm. But var, butdan ya əvvəl ya sonra inkar gəlməlidir. A variantı sənə düzgün tərcümə verməyəcəkdir. Necə deyə bilərəm ki, çoxlu namizədlər gəldi və lakin çoxsu təcrübəli idi.
Xeyr, belə tərcüməyə gedəcəkdi. Çoxlu namizədlər gəldi, lakin azı təcrübəli idi. Davam edirəm. Flower görmüşəm və bu sayılmır, təkdədir. Və Just'ı da görmüşəm. Just'dan sonra dedim ki, mütləq E artiklini gör və flower gəlibdir. Mütləq ki, little olacaqdı ikinci hissədə. Have you put much flour? No, just a little. A variantı dərhal doğruya gedəcəkdir. Mendən sonra flower və ya onu əvəzləyə bir söz gəlməz. Men flower yenə olmaz. If you'lar da yalnız cəmi ifadə edirlər. Was there much water in the barrel? No, very. Very'dən sonra article gəlməz. Ona görə sildim. Article gəlməz, article gəlməz. Avtomatik sildim. B ilə C arasında qalanda very'dən sonra dedi gəlməz. Was there a lot water olamaz. A lotdan sonra isim gəlməz. Sildim. B variantını doğru götürəcəm. Songs gəlibdir, cəmdədir. V-nə veri görmüşəm. Very'dən sonra E-ni sildim. Və are there songs cəmdə deyə maçı sildim. Elotdan sonra isim gəlməz, sildim. Doğru variantım gedəcəkdir B variantına. Are there many songs? No, very few. B variantı. Experience enough doğrudur. Enough experienced ola bilməz. Enough experience olardı. Dızsız ki, sifət olmasın. Enough sis götürdüm. Fast enough olardı, ona görə səhvdir. Enough care doğrudur, kifayət qədər qayıq. Enough'dan sonra bax. Söyle sayılan cəm. Yəni sayılırsa cəm olacaq və sayılmayan tək. Perfect enough, perfect enough biri götürdüm. Enough perfect ola bilməz. Enough patience olar, isimdir ona görə. Enough interesting enough olar da sifətlə gəlmə qaydası. Enough helpers. Bu isə doğrudur. Enough ise sayılan cəmdir, isim funksiyasında da. What else? Sual əvəzi üstə gəl else istifadə edərsən. What else can you tell me about it? I want to give more information, some more information and a few pieces of advice. Else pieces deyə bilmərəm, sildim. Else pieces deyə bilmərəm, sildim. Və information, some else deyə bilmərəm, information sayılmır, if you deyə bilmərəm, doğru variantım yalnızca C variantına gedəcəkdir. Yenə həmin tiplidir, işlə özün. I'd like to have a few more of those Swiss cəmdədir çünki o səbəbdən də little'lar, maçları sildim. I like them a lot. Çünki və ya I like them very much. Mən onları deyir, çox sevdim. Feildən sonra very much rahatlıqla istifadə edə bilərsən. Progress var, təkdədir sayıla bilməyəndir. Mənim progress demərəm, məni sayılan cəm. Few'dan sayılan cəm olacaqdır. Only few'da sayılan cəm olacaqdır. Birinci, üçüncü variantlar burada doğru gedəcəkdir. Fame var, şöhrətdir və sayıla bilməyəndir. Ona görə maçı götürərəm. Menin dərhal silərəm. Plenty of'u götürərəm. Few'nu dərhal silərəm. Only few'nu dərhal götürərəm. Yəni 2, 3, 5 ifadəsi doğru variantına gedəcəkdir. Suggestions were made, but yenə deyir, çoxlu təkliflər olundu, lakin azı qəbul olundu. Yəni mən artıq bilirəm ki, söhbət suggestions'a gedir. Zaten xəbərimdə cəmdədir. O səbəbdən də mən a little dərhal ataram, much'ı dərhal ataram, suggestions cəmdədir. Little-dan sonra ümumiyyətlə isim gəlməz ataram. Və məndə qaldı hansı variant? Bu iki variant qaldısa, but görmüşəm, onu unutma. Many suggestions were made, but few were accepted. A variantını doğru götürəcəm. Çoxlu təkliflər irəli sürüldü, lakin azı qəbul olundu mənasında. Places var və o cəmdədir. Cəmdəsə only e gələr sildim. Maçdan sonra cəm gəlməz, tək gələr sildim. A lotdan sonra isim gəlməz, sildim. A few interesting places götürərəcəm. Little isə az biraz mənasında istifadə olunur. B6 var və cəmdədir. There are a lot of mistakes in the program. I'm surprised they are so many. Rahatlıqla istifadə edə bilərəm. Deyir ki, there are a lot of mistakes in the program. Proqramda çoxlu səhvlər var. I'm surprised they are so many. Deyir, mən təəccübləndirəm, çünki onlar çoxdular. Söhbət mistakesdən gedir, maç ola bilməz və few sənə düzgün tərcümə verməz
və few mistakes, I'm surprised they are many. Təbii ki, tərcümə verməz. Much da səni mistakeslə əvəz edə bilməz. Bu səbəbdən də there are a lot of mistakes in the program. I'm surprised there are so many. B variantın doğru olacaqdır. I know this man, I've seen him. Cəm gəlibdir. Və cəm gəlsə elotdan sonra gəlməz, elitdən sonra gəlməz. Deyir, mən bu adamı tanıyıram, bir neçə dəfə görmüşəm. Ona görə də bunları da atıram. Və a few times C variantı doğru olacaqdır. Fortunately, I've still got money təkdədir. Və elotdan sonra isim gəlməz, if you'dan sonra cəm gələr, məni cəm və xoşbəxtlikdən varım da pulum deyir biraz. Ona görə C variantına gedəsən. Rain təkdədir sayıla bilmir. O səbəbdən də few, many deyə bilmərik. Onludan da sonra gəlməlidir sildim. Rain but not very much. Bəli, çünki raindən söhbət gedir. Rain də sayılmır deyən təbii ki uzlaşma maça gedəcəkdir. Gedirəm, new devices are fine. We've had a few problems. We have had very few. Deyir ki, yeni sxemlər, qurğular möhtəşəmdir və çox az problemimiz oldu. Very few, lap az deməkdir. Cəm tələb edir, bəli. Amma ən azı, çox az da bərabərdir. A few tərcümə verməz, many tərcümə verməz. Maçdan sonra tək gələr, a little'dan sonra isə tək gələcəkdir. My sister puts salt var, təkdədir, sayılmır. A little salt'u götürərəm. Elotdan sonra isim gəlməz, silərəm. Lots of ifadələr, digər ifadələr doğrudur. Gedirəm ikincisi. Only görmüşəm. Saltdan söhbət gedir əlbəttə ki. Many-ni sildim, a few-nu sildim. Və only gəlib də article lazımdır, sildim. Və puts a lot of salt in the meal, but I put only. Bir də baxlı cümlədir. Cümlə təzad yaratmalıdır. Deyir ki, anam yeməyə çoxlu duz qoyur. Mən isə sadəcə biraz qoyuram. Təbii ki, yeyə gedəcəkdir. Gedirəm növbəti. Need care. Care sayılmır, təkdədir və elotdan sonra isim gəlməz. Few'dan sonra cəm, many'dən sonra cəm, ikisi arası qalıram. And sunlight. These plants need much care and a lot of sunlight. Bəli, many sunlight deyə bilmərəm, sildim. Doğru variant G variantı gedəcəkdir. Bu bitkilərin çoxlu qayğıya və günəş işığına ehtiyacları var mənasındadır. Susan söz cəmdədir. Və support sözü isə təkdədir, sayıla bilmir. Belə çıxır ki, mən bir neçə də maçı sildim və hələ ki maçı silirəm. In my class have received, support da sayılmır deyən. Cəmi sildim, if you'nu sildim. Elotdan sonra ümumiyyətlə isim gəlməz, sildim. Və gedirəm, C variantı silmişim, işçi arası qalıram, gedirəm tərcüməyə, deyirəm ki, many students in my class have received much support. Bəli, çünki support sözü sayılmır, very few support deyə bilməsin A variantı. Təbii ki, doğru olacaqdır. Burada a few inventions doğrudur. Götürəcəm if-dən sonra cəm gəlib də little cameras olmaz. Little cameras olardı balaca mənasında, amma eynən olmaz. A lot of emails. Email sözü sayılır, götürdüm. Few bloggers sayılır, götürdüm. Və a few obstacles olmalıydı, ona görə sildim. Gedirəm növbəti. There were not participants cəmdədir. Therefore, the trip was cancelled. There were not many participants, enough participants. 3-dən 5-i götürərəm. Few-dan sonra cəm gələr, lakin sən yerinə qoya bilmirsən. Sadəcə olaraq 3-dən 5 doğru olacaqdır. Have you got time sözü sayılmır. Məndən sonra cəm gələr, sildim. Elotdan sonra isim gəlməz, sildim. Have you got enough time to start a new project? Biri deyərəm enough time olaraqdan. Have you got a little time deyərəm. And much time da deyərəm. Tərcümə qramə baxımından uyğundular. 137 də həmin şeydir. Health-dən söhbət getmir. Health problems'dır. Many-ni götürərəm. Much'dan sonra sayılmayan təkli, view'dan sonra cəm isimdir. Little health problems. Balaca sağlamlıq problemləri deyərəm. 4-ü götürərəm balaca mənasında və a few health problems isim cəmdədir, götürərəm və a little-da deyə bilmərəm, çünki problems cəmdədir, orada düşəcəkdir. Opportunities cəmdədir, because the town is small. There are few job opportunities here. Deyir ki, çox az iş imkanları var, çünki şəhər balacadır. Little-dan sonra həm tərcümə vermir, balaca da iş imkanı olmur ki, az iş imkanı olur. A little yenə o şəkildə many'dən sonra cəm mənasını ifadə edir. Here because the town is small.
Balaca olduğu üçün meni verməsin və elotdan da sonra ümumiyyətlə isim gəlməz. Quiet, quiet street biri doğru götürəcəm. Enough, quiet street. Bəli, enoughdan sonra sayılan cəmgələri götürəcəm. Olduqca balaca bir küçə mənasındadır. O səbəbdən doğru oldu. Birinci, quiet street. Edən sonra cəm gəlməz əlbəttə sildim. Rather, quiet olmalıydı, sildim. Quiet street isə street cəmdədir, eynən uzlaşması mümkün deyil. Doğru variantım hansılar oldu? 1, 2 və rather, quiet, quiet olmalıdır. 1, 2, bəli, variantımız vardı. Və salam, digərlərini silmişəm. Progress. Progress sözünə baxıram, bilirəm ki, progress sözü olmur, sayılmır. Yəni ki, belə ki, many progress olmaz. Yadımda saxlayıram ki, a lot of, lots of və plenty of. Və hətta samı da əlavə edək, enough'ı da əlavə edək. Ən çox düşən bunlardır. Sayılan cəm. Sayılmayan tək. She has made much progress deyərəm. Plenty of progress deyərəm. Amma few ilə deyə bilmərəm. Doğru variantım nə oldu? She has made much progress. 1-3-cü variantına getdi. Və fame şöhrət deməkdir. Much fame deyərəm. Sayılmır çünki məndən sonra cəm gələr. Plenty of deyərəm. Amma few-nu silərəm. Cəm gələr. Doğru variant 1 ilə 3 olacaq yenə. Yenə bu tipli testin izahatını vermişəm. Questions were raised, but few were discussed. Çoxlu təkliflər verildi, lakin azı müzakirə olundu. Deməli, burada məni B variantı doğru tərcümə verəcəkdir. Yəni, buradakı B variantı sənə verilibdir. Ona istifadə edib tərcümə eləməlidir. Çoxlu təkliflər verildi, lakin azı qəbul olundu. Little were ola bilməz, azı mənasında. Elotdan sonra isim gəlməsildir. Maçdan sonra sayılmayan tək gələr. Many questions were raised, but a lot of were discussed. But gəlibdir. Batdan əvvəl ya sonra inkar istəyir. Ona görə qramə baxımından sən deyərsən düzdür. Amma düz deyildi. Much work deyərəm. Sayılmayan təkdir. Many work demərəm. Yanlış, cəm gəlməlidir. Several sorts doğrudur. Götürdüm. Few work sayılmır. Sildim. Several works of art isə 5 təbii ki doğru variant olaraq götürdüm. Eyni tipdə xarakterli testlərdir. Some more tea deyərəm biri. Some more of tea. Yəni, bunu ikincini başa düşmürəm mən. Niyə görə verirlər? More cups olardı. Sildim. Other cups olardı. Azdan sonra 90% halda. Üstəgəl 90% halda cəm istəyəcəkdir. Another cup of tea isə bərabərdir a cup of tea. Ona görə də götürəcəksən 4-ü. A cup of tea-ni də zaten doğru veriblər. Azı kapsularda sildim, more kapsularda sildim. Some more tea ifadəsi doğrudur. 1, 4, 5 varımızdan. Bəli, 1, 4, 5. A variantı. Much paper deyərəm, muchdan sonra sayılmayan tək. Several types doğrudur. Many paper demərəm, paper sayılmır. Several sheets olardı, sildim. A few paper demərəm, sheets of paper deyərəm. Və izah elədim. Çox hissəni izah elədim. Düşünürəm ki, hər kəsə hər şey aydındır. Sadəcə olaraq qaydanı bir də oxuyun, mütləq əzbərləyin. Bu qayda vacib qaydadır, tez-tez düşən qaydadır. Qaydanın düşməmə ehtimalı sıfırdır. Demək olar ki, qaydanı əzbərləməniz mühümdür, çox vacibdir.